Miranə. Salam Natiq. Salam, gecəniz xeyir olsun. Buyur, məlumatlandır bizi. Bakıda Natiq, biz hazırda Bakıda pravoslavların ən çox toplaşdığı, yəni ən böyük kilsələri olan Müqəddəs Jen Miranosiç kilsəsindəyik və siz hazırda mərasimin başlanmasını bildirən kilsə zənglərini eşidirsiniz. Kilsədə demək olar ki, içəridə çoxlu sayda adam toplaşıb. Pravoslavlar bu axşam Pasxa bayramını qeyd etməyə gəliblər. Hazırda kilsənin həyətində də çoxlu sayda insan var. İndi operatorumuz sizə onları göstərəcək. Hər kəsin əlində şam bu gecəni Pasxa bayramını birlikdə qeyd etmək üçün toplaşıbdır. Bəs Miranə, bir məsələni də... Pravoslavlar... Bəli, buyur, eşidək səni Miranə. Deməli, adətlərə görə pravoslavlar Pasxa bayramını indidən başlayırlar dini mərasimlərə və bu mərasimlər səhər saatlarına qədər davam edir. Kilsədə dualar oxunur, dini mərasimlər keçirilir, kilsə xorları oxunur, şamlar yandırılır və hər kəs bura öz deməli, günahlarının bağışlanması, arzularının həyata keçməsi və gələcək həyatı üçün dua etməyə gəlir, şamlar yandırılır və bu mərasim səhər saatlarına qədər davam edir. Yəni gəlməkdə davam edirlər pravoslavlar, Bakıda yaşayan pravoslavlar bayramı qeyd etmək üçün. Səhər saatlarında isə artıq burada bayram süfrələri təşkil olunacaq. Ailələr bura Pasxa şirniyyatlarını gətirəcəklər, burada süfrələr təşkil olunacaq və onlara müqəddəs hesab edilən su çilənəcək. Burada müxtəlif şirniyyatlar şirniyyat süfrələri açılacaq və bunlardan ən məşhurları kuliçdir və eyni zamanda cemdən, kəsmikdən olan şirniyyatlardan bayram süfrələri təşkil olunacaq. Pasxa qeyd etdiyim kimi xristianların ən əsas, ən böyük bayramlarından biridir. Xristian inancına görə İsa Peyğəmbərin çarmıxa çəkilməsindən 3 gün sonra dirilməsi münasibəti ilə qeyd olunur bu bayram. Bayramdan əvvəl 40 gün böyük pəhriz saxlanılır və daha sonra böyük pəhrizin sonunda isə Pasxa bayramı qeyd edilir. Yəni indi hazırda da kilsənin içərisində çoxlu sayda insan var, dua mərasimlərini keçirirlər. Həyatda toplaşanlar isə yəni növbə ilə keçəcəklər kilsədə öz mərasimlərini səhərə qədər davam etdirəcəklər. Təşəkkür edirəm ətraflı məlumatları bizə təqdim etdiyin üçün.